Mən burada silahları görürəm. Xarici mən burada tapancalar var, eyni zamanda bıçaq var. Bəli, bəli. Mümkündürsə gətirim. Əlbəttə ki, gətirin. Eyni zamanda güc strukturları üçün nəzərdə tutulan. Və yaxud da ki, ola bilsin ki, pis niyyətli adamlar hər hansı bir şey ələ götürüb bizə hücum edə bilər. Məsələn, başlayaq elə tapancadan. Okey. Deməli, burada da bir neçə versiya işləyə bilərik, tapanca versiyasında. Biz bir daha qeyd edirik ki, biz bəzən texnikaları sosial şəbəkədə göstəririk, düşünürlər ki, biz deyirik ki, harada tapanca görürsəz, üzərinə gedin, harada bıçaq görürsəz, üzərinə gedin. Biz yenə qaçmadan, davadan, gərginlikdən yayınmağın tərəfdarıyıq. Maksimum əsas təbliğatımız sağlam həyatdır. Doğrudur. Burada isə söhbət ondan gedir ki, qaçmağa yerim yoxdur və adam məni təhdid edir. Bu zaman artıq mən özümü qorumaq son çıxış yeri kimi nəsə eləməlisən. Son çıxış yeridir, bəli. Bəziləri tapancanı tutandan sonra fənd tətbiq eləyir. Bu biraz gecdir. Çünki onun beyni komanda verir ki, silahı qaldır. Sonra da atəş aç. İki komandadır. O silahı qaldırda artıq dəf edilməlidir. Məsəl üçün silahı qaldırır və keçdik. Yəni burada nə baş verdi, mən sizə deyim. O silahı qaldırdı, hələ gəlb ora çatmamış. Biz biləyini açdıq. Yəni, bir əlimlə bu hissədən vurdum. Bir əllə də bu bir. Bir əllə də yumruğun demək olar ki, üzəri ilə bu hissələrdən vurdum və nəticədə ani açılmaya gətirib çıxartdım.